Hər kəsə salam, kanalımın dəyərli xanımları. Bugün bundan öncəki vloqda dediyim kimi sizinlə birlikdə saxlama qutuları düzəldəcəyik. Yəni ki, paltar üçün orqanayzerlər. Bunun üçün də nə edirik? Öncə yeməyi bişiririk ki, sonra iş görərkən fikrimiz yeməkdə qalmasın. Bugün soğuz bişirirəm, amma əti gecədən qaynadıb qoymuşam ki, səhərə hazır olsun, mənim üçün də vaxt itkisi olmasın. Ümumiyyətlə mən səhər nə bişirəcəyimi gecədən planlayıram. Düşünürəm ki, səhərə bu yeməyi bişirərəm. Əgər bu yemək ət yeməyidirsə, mütləq gecədən əti hazır edirəm. Çünki bilirsiniz də xanımlar, ət ayrı qaynamalıdır və ət də gec qaynadığına görə yemək də gec hazır ola bilər. Bu səbəbdən də gecədən qaynadıb qoymaq əlverişlidir. Soğuza da ki, xanımlar, düşünə bilərsiniz ki, kartoşkanı çox əlavə edirəm. Bunun səbəbi odur ki, mən uşaqlara yemək çəkən zaman kartoşkalarını mütləq əzirəm. Əzəndə də ki, özünüz bilirsiniz ki, az olur, yəni nimçənin dibində olduğuna görə hər uşaqlar üçün yemək çəkəndə 5-6 kartoşka əlavə edirəm. Bu səbəbdən də hər zaman yeməyin kartoşkasını bol edirəm. Və xanımlar, soğuza noxud da əlavə edirəm. Bu da yeməyə xüsusi dad verir. Noxudu hər zaman alarkən bişirirəm və yığıram saxlama qablarına və qoyuram dondurucuya. Sonra lazım olduqca oradan götürüb istifadə edirəm. Və xanımlar, ən əsas istəyirdim ki, bunu sizə göstərim. Bundan öncəki vloqda sizinlə birlikdə göyərti doğrayıb qoymuşdum marazinnika. Görürsüz xanımlar, göyərti yamyaşıldır və vilkanı toxunduran kimi göyərti anındaca hissələrə bölünür. Bu da o deməkdir ki, əlavə donması olmuyor. Svieji göyərti kimi yamyaşıl və təravətli qalıb. Sanki indi alıb doğrayıb yeməyə əlavə etmişəm kimi dadı da gəlir. Bunu göstərməyimdə səbəb odur ki, bir çox xanım deyir ki, dondurucuya qoyanda göyərti məhv olur. Həmən xanımlara demək istəyirəm ki, gördüyünüz kimi təravətli qalıb. Və xanımlar, deməli, qutuya başlamamışdan öncə istəyirəm ki, bu kadr haqqında məlumat verim. Bu kadrı mən çəkmişəm keçən ay, amma istədim ki, sizlərlə də bölüşüm. Çünki çox insan hədiyyə bağlaya bilmir. Kiməsə nəyisə hədiyyə etmək üçün gedib pul qarşılığında hədiyyə paketi düzəltdirirlər. Buna heç lüzum yoxdur. Hər kəs evində öz hədiyyəsini düzəldib pay edə bilər. Və bilirəm ki, bunu çox adam bacarmır. Bu səbəbdən də bu hədiyyəni bağlayarkən sizin üçün də lentə aldım ki, baxasınız, bəlkə siz də öz hədiyyənizi düzəldə biləsiniz. Əslində çox asandır. Sadəcə bura bir balaca ideya lazımdır ki, istədiyiniz nəticəni əldə edəsiniz. Baxın xanımlar, adi bir qutu almışam və qutu üçün kağızdan rəngli zərlər satırlar. Bu kağız zərlər də çox ucuzdur. Hardasa upakovka elətdirsəz, bu kağız zərində qiymətini 2 qat üzərinə əlavə edirlər. Amma mən bu kağız zəri hardasa 1 manat ya 80 qəpiyə bu civarlarda əldə etmişəm. Bu formada qutuya əlavə etdikdən sonra aldıqlarınızı da üzərinə yerləşdirirsiniz. Sonra mən göstərdiyim kimi də bağlayırsınız, olur mükəmməl hədiyyə. Həm ucuz başa gəlir, həm də ki, zövqlü bir hədiyyə əldə etmiş olursunuz. Bu kadrı sizin üçün lentə almaqda ən başlıca səbəb odur ki, misal üçün bu hədiyyəni mən özüm təqdim etmək üçün düzəltmirəm. Bir yaxın xanım var idi, məndən xahiş etdi ki, bacarmadığına görə onun üçün mən düzəldim. Düzəltməmişdən öncə də düşündüm ki, əgər xanım bacara bilmirsə, demək bacara bilməyən bir çox insan var və bunu dərhal sizin üçün lentə aldım. Baxın xanımlar, görünüşü bu formada və 2 dənə bu cür upakovka salafanı. Bunların da qiyməti çox ucuzdur. Korobka nisbətən iri olduğuna görə mən bu hədiyyə kuloklarından 2 ədəd aldım.
Gördüyünüz xanımlar, həm sadə, həm də gözəl görsənir. Gördüyünüz kimi xanımlar, artıq keçmişəm saxlama qutularını düzəltməyə. Saxlama qutusundan 3 ədəd düzəldəcəm. Birini maye kleyi ilə, digərini isə tapanca kleyi ilə. Bunu ona görə 2 fərqli kley ilə edib sizə göstərirəm ki, elə insan var ki, onun tapanca kleyi yoxdur, əlində sadəcə maye kleyi var. Ya da ki, əksinə maye kleyi yoxdur, əlində sadəcə tapanca kleyi var. Hər iki variantı da edib göstərirəm ki, siz maariflənə biləsiniz. Və xanımlar, gördüyünüz kimi korobkanın üst qisminin qapaqlarının hamısını kəsdim. Alt qisminin isə möhkəm olmağını istəyirəm. Bu səbəbdən də sadəcə skoçlamaq kifayət eləmir. Mən bunu mütləq möhkəmləndirməliyəm. Bunu da necə edə bilərik? Şəffaf hər detalını sizi ilə bölüşürəm. Korobkanın qapaq hissəsini kəsdim və onu atmadım. Alt qismini möhkəmləndirmək üçün qapağın kardonlarından istifadə elədim. Bunu da ki, əlbəttə ki, tək skoçlamaqla yox, mütləq kley ilə yapışdırıb, sonra skoçlayıram ki, mən digər işləvi görərkən kley orada möhkəmlənsin. Bir korobkanı öncə maye kleyi ilə başladım düzəltməyə ki, maye kley hardasa bir gün ərzində quruyur. Kley də ki, xanımlar, hər maye kleyini istifadə etmək olmaz. Mütləq gedirsiniz stromaterial dükanına, oradan peva kleyi alırsınız. Peva kleyinin də müxtəlif növləri var və əlbəttə ki, növləri olduğuna görə qiymətləri də müxtəlifdir. Mənim aldığım ən güclü peva kleyidir, parket üçün olanı. Peva kleyi var ki, divara aboy yapışdırmaq üçündür və digər başqa yüngül işləri görmək üçündür. Amma növləri də var ki, parketi, laminatı yapışdırmaq üçün. Əlbəttə ki, parket üçün olan ən güclüsüdür. Qiyməti də ki, digərlərinə baxanda biraz yüksəkdir. Biraz yüksək dediyimdə ki, xanımlar 8 manatdır. Yəni mən 8 manata almışam. Bilirsiniz ki, hər mağazin özünə uyğun qiymət qoyur. Bir ədəd keyfiyyətli peva kleyi alsaz, onu illərlə işlədəcəksiniz. Əsas odur ki, möhkəm yapışdırsın. Çünki biz bura paltar yığacağıq. Paltar da ki, cəm şəklində ağır olur. Ağırlığı saxlamaq üçün də bizə keyfiyyətli kley lazımdır. Və xanımlar, gördüyünüz kimi mən bütün korobkaların alt qismini bitirdim. Amma üçünü də sizi üçün çəkmədim. Çünki eyni işləmdir. İstəmədim ki, üçünü də çəkim, sizi yorum. Bu artıq növbəti gündür. Üçü də quruyub. Hətta deyərdim, dördü də quruyub. Amma mən birini istifadə eləməyəcəm. Çünki bir korobkanın hündürlüyü çox idi. O mənim işimə yaramadığına görə onu kaladovkaya qoyacağam. Və xanımlar, artıq keçirəm korobkanı bəzəməyə. Yəni ki, üzünə aboy çəkməyə. Biz Azərbaycanlı olduğumuza görə bilirəm ki, hər kəsin evində astatka aboy var. Çünki biz hər zaman düşünürük ki, aboy zərər görsə, əlavə aboy olsun ki, təzəliyə bilək. Amma heç vaxtda istifadə olunmur. Evin bir kənarında qalıb, hər zaman yer tutub. Elə bu bizdə də belədir. Hər zaman aboyun kusoklarını saxlayıram. Amma mən nə vaxtsa aboy zərər görər deyənə saxlamamışam. Çünki mənim evə qarşı hər zaman fikirlərim dəyişir. Düşünmürəm ki, bir aboyu mən 10 il işlədərəm. Əlimdən də gəlir deyənə yoldaşımla bir yerdə aboyları tez-tez dəyişirik. Bu səbəbdən də astatka aboyu mən hər zaman əl işlərim üçün saxlayıram. Bu istifadə elədiyim aboy da çox keyfiyyətlidir. Həm moyşnudur, həm də kətandır. Bu səbəbdən də lap rahatçılıqla istifadə edirəm. Çünki bilirəm ki, tez bir zamanda deforma olmayacaq. Mən bu korobkaya aboydan istifadə etdim. Amma sizdə aboy olmasa, gedərsiniz aboy satılan yerlərə, bircə rulon aboy alarsınız və onu çox uzun illər istifadə edəcəksiniz. Çünki bir rulonda çox olur. Əl işlərini görmək üçün də sizin üçün bəlkə də bir ömür bəs edər. Və xanımlar, keçək qutuya. Gördüyünüz kimi korobkanın iç qisminə keçəcək olan aboyu kənarlarından kəsirəm ki, asanlıqla yapışdıra biləm. Bunu da qeyd edim ki, aboyu korobkaya yapışdırarkən öncə korobkanın alt hissəsinə kley vururam ki, korobka aboyun üstündə sürüşməsin. Və korobkanın iç qisminə də ağır bir əşya qoyuram ki, sürüşməməkdə mənə kömək eləsin. Gördüyünüz kimi, xanımlar, mən aboyu yapışdırarkən korobka heç bir şəkildə əlimin altında oynamır. Bu səbəbdən də
mütləqdir ki, öncə alt hissəsini yapışdırasınız. Və xanımlar, əgər siz maye kley ilə yapışdıracaqsınızsa, mütləq bu şpulkalardan istifadə edin. Bunlardan istifadə edirəm ki, korobkanın digər hissəsinə keçəndə aboy əlimin altında sürüşməsin və kley daha möhkəm yapışsın. Xanımlar, mən bunu vurğulamaq istəyirəm ki, mən bunu bacardığıma görə rahatçılıqla bu işi görə bildim. Amma ki, siz ilk dəfə korobka düzəldəcəksinizsə, sizə maye kley ilə iş görməyi məsləhət görmürəm. Ola bilsin ki, imkan olmasın tapanca kley almağa, amma bunu da vurğulamaq istəyirəm ki, bu kleyə 8 manat verməkdənsə 7-8 manat tapancaya verin və uzun illər tapancadan istifadə edə biləcəksiniz. Tapancanın kleyi də nazik 10 qəpik, irisi 20 qəpikdir. Bunu mütləq vurğulamalıydım, çünki sıvı kley həm gec quruyur, həm də ilk dəfə bu işi görənlər üçün olduqca çətin olacaq. Amma tapanca kley dərhal quruyur deyənə, onunla iş görmək çox-çox asandır. Baxın xanımlar, kənar qismi kəsməmişdən öncə korobkanın ölçüsünə uyğun aboyu əlimdə əzirəm, sonra kəsirəm. Əzməyimdə də səbəb düz kəsə bilməyimdir və qalan hissəsini yerindəcə kəsib götürürəm ki, mənə maneçilik törətməsin.
var. Mən birinci korobkanı bitirdim. Amma üzərinə nə qədər əşya əlavə eləmişəm ki, korobkalar yaxşı qurusun, aboy yaxşı qutuya yapışsın. Təsəvvür edin ki, mən bu qutunun tam qurumağı üçün bir gün gözləmişəm. Çox saylı səbəblərə görə tapanca kleyi məsləhət görürəm. Mən maye kleyin çətin olacağını bilirdim, amma istəyirdim ki, bunu sizə də göstərim. Korobkanın iç qisminə də aboyun kusoklarından istifadə elədim. Bunun ölçüsünü necə alıramsa, vlogun irəliləyən dəqiqələrində görəcəksiniz. Artıq korobka tam bitdi. Ağır əşyaları korobkaya yığacam ki, maye kley olduğuna görə korobkaya yaxşı yapışsın. Tapanca kleyin özəlliyi ondadır ki, bütün bu etdiklərimə qətiyyən ehtiyac yoxdur. Dərhal quruyur, işimiz çox asanlaşır. Və xanımlar, burada sizə nələr göstərirəm. Tamerlandan öncə mənim müxtəlif əl işlərim olurdu. Vaxtım olduqca gözəl aksesuarlar düzəldirdim. Ev üçün dekorativ əşyalar düzəldirdim. Bu səbəbdən də mən bu cür daş-qaşları hər zaman yığıb saxlamışam. Demək xanımlar, mən əl işlərimi düzəldərkən hansı aksesuarımın harda olduğunu rahatçılıqla bilim. Bu səbəbdən də mən bunları kateqoriyalara ayırmışam. Daş-qaşlar bir tərəfdə, muncuqlar bir tərəfdə. Bu gördükləriniz mənim əl işlərim üçün olan aksesuarların sadəcə bir qismidir. İnşallah Tamerlan biraz böyüyəndən sonra vaxtımın çox olduğu zamanlarda müxtəlif əl işləri düzəldib bunu sizə də göstərəcəm. Bu isə xanımlar naturalni dəridir. Korobkaya aksesuar olaraq bu dəridən istifadə edəcəm. Görürsüz xanımlar, zamanında saxladığıma görə indi o mənə lazım oldu. Bu gördüyünüz daş-qaşları isə elə olub ki, hansısa üzüyü qırılıb və üzərində yaxşı bəzəyi olduğuna görə mən onun qaşlarını saxlamışam. Bu qaşları mən metrə ilə alıram. Elə olur ki, aksesuar yerlərinə gedib daş-qaşlı düymələr alıram. Məsələn, bir koftam olur, o kofta zərər görür və mən o koftanı heç kəsə bağışlaya bilmirəm. Amma üzərində yaxşı qaşlar olur, yaxşı düymələr olur. O zaman mütləq mən onun qaşlarını sökürəm, düymələrini sökürəm. Sonra o koftanı atıram gedir. Bu muncuqlar isə xanımlar, əvvəllər çox yaxşı əl işləri düzəldirdim. Bu muncuqları da o əl işlərim üçün istifadə edirdim. Bunlar isə xırda qaşlardır. Müxtəlif yerlərdə istifadə edirəm. Qabda gördüyünüz çox saylı qaşlar isə xanımlar, mənim bir pakırvalım var idi, adı Gəlincik idi. O pakırvalın da üzərində o qədər çox qaş var idi ki, və mənim də o pakırvaldan çox acığım gəlirdi. Heç sevmədiyim bir əşyanı da başqasına da vermək istəmirəm ki, özümə rəva görmədiyimi başqasına da rəva görmürəm. Beləliklə onun bütün qaşlarını çıxartdım və hamısını saxlamışam ki, əl işlərimi görərkən istifadə edərəm. Deməli xanımlar, mənim bir dənə əl işim var idi. Bu muncuqlardan istifadə edərək düzəltmişdim. Amma qara rənglə ağ rəngin qarışığı. Həmən əl işidəki Allah yazısı idi. Ərəb dilində Allah yazmışdım. Onu da muncuqlarla incə-incə bir-bir işləmişdim. Sonra evə bir qonaq gəlmişdi. O əl işimi çox-çox bəyəndiyinə görə mən əl işimi ona hədiyyə etdim. Amma indi söz vermirəm. Vaxtım olanda bir gün mən o əl işimin lap yekəsindən düzəldərəm və sizin üçün də çəkərəm, paylaşaram. Və xanımlar, burada isə keçirəm tapanca kleydən korobkanı düzəltməyə. Onun asanlığını sizə göstərirəm ki, kley aboya vuran kimi korobka necə yapışır. Artıq şpulkadan, üzərinə qoymaq üçün ağır əşyalardan qətiyyən istifadə eləmirəm. Çox asanlıqla müəyyən edirəm, kəsirəm və yapışdırıram. Sırf bu səbəbdən də deyirəm ki, maye kleydən istifadə eləməyinizi məsləhət görmürəm. Və xanımlar, korobkanı düzəldərkən sizə kiçik bir müraciət etmək istəyirəm. Əgər kanalıma abunə olmadan
kanalımdan baxırsınızsa, abunə olmağınızı rica edirəm. Baxın xanımlar, təsəvvür edin ki, mən zəhmət çəkirəm, sizin üçün vlog hazırlayıram və bu vloqun ən az 10.000 baxışı olur. Bunun üçün sizə çox təşəkkür edirəm. Amma bilmirəm nə səbəbə cəmi 3.000 abunəçim var. Düzdür, bundan öncəki kanalımda 9.000 abunəçim var idi. Amma təəssüflər olsun ki, o kanalı bağlamaq məcburiyyətində qaldım. Yeni kanal açmağıma baxmayaraq, eyni sayda insan yenə məni izləyir. Amma abunə olmamaqlarının səbəbini heç cür anlaya bilmirəm. Kanalın bu qədər baxışı varsa, bu o deməkdir ki, bəyənərək baxırsınız. Əgər baxmaqla qalmayıb kanala abunə də olsanız, məni çox sevindirib və mənə motivasiya verərsiniz ki, mən sizin üçün daha da çox vlog çəkim. İnşallah ki, bu müraciətimi anlayarsınız və kanala abunə olarsınız. Düşünün ki, mən bir yeməyi bişirərkən cəmi yarım saat vaxtımı alır. Amma o yeməyi vlogla bişirəndə mənim tam saat yarım vaxtımı alır. Bunun da səbəbi odur ki, misal üçün soğan doğrayıram və mən soğanı bəlli bir dəqiqə ərzində doğrayıb kadrı stop etməliyəm. Kadrı stop etməyim üçün də gedirəm əllərimi yuyuram, quruduram və gəlirəm kadrı stop edirəm. Soğanı doğramağa davam edirəm və yenə qazana əlavə etmək üçün yenə əlimi yuyuram, kadrı başladıram və soğanı tavaya əlavə edirəm. Bir yeməyi bişirib ərsəyə gətirmək üçün adicə mən soğan hissəsindən sizə bəhs elədim ki, insanın nə qədər vaxtını alır. İndi siz təsəvvür edin bütün yeməyi bişirməyi və əlavətən iş görməyi. Bu səbəbdən də düşünməyin ki, çox asanlıqla bu iş ərsəyə gəlir. Sevərək bu işi görürəm və işimi də ürəklə görürəm. Amma qarşılığını görməyəndə çox-çox məyus oluram. Və mən bilirəm ki, mənə 10.000-dən çox, 20.000-ə yaxın insan baxır və kanalıma abunə olmur. Bu mənim üçün çox məyus edici bir haldır. Ümid edirəm ki, sizə etdiyim bu müraciəti ötüb keçməzsiniz. Hanımlar, gördüyünüz kimi digər aboy bu korobka üçün az oldu. Bunun üçün də iri aboyu kəsməyə ehtiyac yoxdur. Kəsdiyimiz aboyların kusoklarından çatmayan hissələrə əlavə edərək yapışdırırıq. İç qismi onsuz da görsənməyəcək. Yəni ki, biz korobkaya paltaları yığanda orada kusok istifadə elədiyimiz heç bəlli olmayacaq. Bayaq dedim ki, korobkanın iç qismi üçün irəliləyən dəqiqələrində izləyərsiniz ki, necə edirəm. Baxın xanımlar, burada aboy çatmadı. Yenə kusoklardan istifadə edərək bura calaq etdim. Kağızı korobkanın iç qisminə əlavə edəndən sonra hardan ki kəsiləcək o hissəni bükürəm. Sonra kağızı kəsib yapışdırıram korobkaya. Bizim üçün əsas olan odur ki, korobkanın üzərində kusoklar olmasın. İç hissəsində kusok olsa da olar. Və xanımlar, gördüyünüz kimi kəsdiyim dəriləri güya ki korobkanın qulpuymuş kimi yapışdırıram. Bu yalançı dekorativ işləvi görəcək. Yəni ki, qutuda paltar olarkən bu qulpdan dartıb çəkmək olmaz. Çünki biz bunu kleylə yapışdırmışıq. Əlbəttə ki, paltar olanda qutu ağır olacaq və kleydən qopa bilər. Bu da ki, xanımlar, qutuların sonu. Əgər bəyəndinizsə, rəy bölməsində mütləq mənimlə paylaşın və bəyənmə işarəsinə mütləq tıklayın. Axıra kimi də mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Növbəti vlogda koridordakı şkafı düzənləyəcəm və bu qutuları orada istifadə edəcəm. Şifanerdə necə səliqəli görsənəcək, bunu görəcəksiniz. Növbəti vlogda görüşərik. Sağ olun, salamat qalın.